Öyrən, gec olmadan. 1944 yılın oktyabrında Yugoslaviya lideri Josip Broz Tito, Josip Stalinə Belgradın azad olunması münasibətilə təşəkkür məktubu göndərib. Həmin məktub SSR-nin bütün mətbu orqanlarında çap olunub. O cümlədən oktyabrın 25-də Pravda Vostoka qəzetində də həmin məktub dərc olunub. Təsadüf nəticəsində məktubun başlığında Stalinin vəzifəsində bir hərf buraxılıb. Glavno komandirushi əvəzinə Gavno komandirushi kimi çap olunub. Gavno ruscadan tərcümədə təzək deməkdir. Redaksiya kollektivi haqqında qərar vermək üçün uzun-uzadı düşünməyə ehtiyac qalmayıb. Bütün kollektiv 58-ci maddə ilə sorğu-sualsız ən ağır cəzaya güllələnməyə məhkum edilib.